Çox böyük şans idi bizim üçün çempion olmaq üçün. Əlimizdən gələni elədik, qismət bəzən olmayanda olmur. İnşallah önümüzə baxmalıyıq. Bu oyunlar böyük təcrübədir. Biz də belə deyək, o təcrübədən istifadə edib gələcək üçün özümüzə bir təkan kimi görməliyik bir şeylər. Şaxta Qusar liderdir, bəli. Amma 2 tur qalıb yenə də sona kimi mübarizə aparacağıq inşallah. Qismət, biz əlimizdən gələni eləyəcəyik, gerisi Allaha həvalə edirik. Belə oyunlar gərgin olur, belə oyunlarda istər-istəməz hamı hər şeyini qoyur. Bizdə də olur, oyunun içində olur belə şeylər. Düzdür, ehtiyac yoxdur belə şeylər, amma oyunun içində bəzən kontrol eləmək olur. İnşallah ki, çalışaraq bir də təkrarlamamız olar. Lakin barədə danışmaq istəmirəm, çünki o bizim işimiz deyil. Belə deyək də, haqqımız yoxdur motivasiya düşməyə, çünki yəni çempion olmaq istəyirsə düşməməliyik, sona qədər mübarizə aparmalıyıq. Biz əlimizdən gələni eləməliyik, bayaq dediyim kimi, gerisi Allaha həvalə edib.